Salam aleyküm, sabahınız xeyir olsun. Aleykümselam. Qardaş, bugünkü maşın, sabah auksiyona hansı maşınlar çıxacaq? Keftik, bismillah. Bismillah. 2014, 3 motor dizel, S-Klaska, rəsmi dildir. Discover çıxacaq Allahın iznindən 16.800 dollara. 2014'dür. Allah xeyir versin. 2016, sabah aksiyonda oynayacaq. 2016, 3 motor benzin, Polnuful. Polnuful çıxacaq inşallah 20.800 dollara. Allah xeyirli, bərəkətli eləsin. İnşallah. Yağmur Porsche'nin de çözeceğim otomasa. 2011 408 turbo. S-Klaskadır, rəsmi dillərdir, heç bir problem inşallah yoktur. Bunu çıxardacaq inşallah 17.800 dollara. Allah xeyirli, bərəkətli eləsin. Gəl. Porsche Cayenne GTS 2012-ci il ideal bir vəziyyətdə qara salon aksiyona çıxacaq. Allah qoysa inşallah, Allah canımıza dəyməsin 20.000 dollarla. Allah xeyirli, bərəkətli eləsin. 2019 3 motor benzin 135.000 probel. Çox ideal bir vəziyyətdədir. Çıxacaq 47.500 dollara. İnşallah. 2016 2 motor hibrit benzin X5 MCD'lər, head-up, pisos qapılar, pol komplektasiya. Bu da çıxacaq 25.500 dollara. İnşallah. Pedalında. Aksiyonda bunlar oynayacaq. 2015 3 motor dizel, Polnuful, üçlüklü qızdırıcı soyuducu. Bu da çıxacaq inşallah, Allah canımıza dəyməsin 18.300 dollara. İnşallah. X100 2023'tür. Bu çıxacaq 38.000 dollarla. Polnufuldur. X5 2014'tü 3 motor benzindir. Polnu doludur. Bu da çıxacaq Allah canımıza dəyməsin 24.500 dollarla. Yəni, heç məsələdə bu qədər.